Salam, hər vaxtınız xeyir. Mən Doğru Ləzzov, karyera məsləhətçisi. Karyera məsləhətçisi kimdir? Karyera məsləhətçisi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, siz iş axtarışınıza dəstək verə bilərəm. Bugün mən sizə son 24 saatda olan elanlardan sadəcə kiçik bir hissəsini sizə, bir qismini sizə demək istəyirəm, bildirmək istəyirəm. Ümumi olaraq bildirəcəm, çünki hamısının detallarını versəm, bu artıq videonun vaxtının uzanması anlamına gəlir. Belə də ki, detallı istəyirsinizsə, sizə özəl dəstək verə bilərəm. Özəl dəstək əldə etmək üçün də mənimlə əlaqəyə keçə bilərsiniz. WhatsApp və yaxud da Telegramda mənə mesaj yaza bilərsiniz. Əlaqə vasitəmi isə kanalımda görə bilərsiniz, tapa bilərsiniz. Deməli, bölmə rəhbəri işi var yoldaşlar, Batı gözdə. Sonra Voltda iş var, sonra administrator işi var. Remote işlər var yoldaşlar, evdən oturub işləyə biləcəyiniz işlər var. Ondan sonra o tipli misal üçün front-end developer işi var. Ondan sonra marketing kampaniyaları icra edən koordinator işi var və s. işlər var. Misal üçün eğitim danışman işi var və s. Həmçinin hibrid işlər var daha doğrusu. Bu axırıncı dediyim eğitim danışman hibriddir yoldaşlar. Yəni qaçıqdır. Həm işə gedirsiniz, həm də evdən işləyə bilirsiniz. Sonra yoldaşlar təcrübə proqramları var ki, misal üçün HR, insan resursları üzrə var, tibbi nümayəndə üzrə var, helpdesk üzrə var, məzmun yaradıcılığı üzrə var Voltda. Sonra yeni məzunlar üçün proqram var yoldaşlar, satış üzrə var. Sonra tədarük zənciri üzrə var. Bundan əlavə mühəndislik və sənaye dizayn sahəsində təcrübə proqramı var. Azerseldə var təcrübə proqramı. Bundan əlavə yoldaşlar, Azərbaycan dəmir yollarında teplovoz maşinisti işi var, köməkçi olaraq həm Mişlidə, həm Səlyanda, həm də Astarada. Bir neçə yerdə də yoldaşlar son 24 saatın elanlarını bildiyiniz kimi mən sizə çatdırıram. Aralarında ola bilər bir dənəsi, yəni gözümdən qaçıb o bir günün elanı ola bilər, yəni xəbəriniz olsun. Yəni adətən 99% hamısı son bugünün elanları olur. Yəni bugünün 27 fevralın, yəni isti yeni elanlar təqdim edirəm mən sizə. Deməli, Zəng mərkəzində operator işi var Emanatda. Sonra başqa yerlərdə də var. Misal üçün Adora Parfümeriyada da var Zəng mərkəzi operator işi. Sonra yoldaşlar reception işi var. Azərbaycan Mina Beynəlxalq Mina kompaniyasında. Sonra Guava Pay-də çağrı mərkəzi belə də müştəri məmnuniyyəti üzrə iş var. Korporativ katib işi var Unibankda. Bank of Bakıda internet məlumatı bölməsində kiçik ekspert işi var. Müştəri xidmətləri şöbəsində mütəxəssis işi var Bank BTB-də. Sonra əməliyyatlar üzrə menecer işi var Voltda. Operator işi var Frazex-də. Reception işi var ADV Production-da. Reception işi Promlight'da da var. Qeydiyyatçı işi var Ravanada. Müraciətlərə baxılma üzrə mütəxəssis işi var. Bazar və qiymət araşdırma əməkdaşı işi var OBA-da. Müdürün köməkçisi işi var, belə deyəm, assistent işi var. Stansiya növbətçi işi var Qəbələdə yoldaşlar, Azərbaycan dəmir yollarında. Bundan əlavə Bakı Electronics'də elektrik işi var. Həmin şirkətdə həmçinin nəzarətçi işi var yoldaşlar. Arxiv mərkəzində sürücü işi var. Ekspeditor işi var yoldaşlar 1000 manatlıq. Katok operatoru işi var, yəni vərdəni operatoru işi var. Forklift, avtoyükləyici operatoru işi var. Körpülü kran operatoru işi var, ekskavator operatoru işi var, mini yükləyici, bobcat operatoru işi var. Sonra gecə növbəsində iş var yoldaşlar, Rus dili müxbiri işi var, Bakı VS-də. Sonra ofisant işi var, xadimə işi var, qabyan işi var, hörgüçsü, vaxtsız tələ işi də var yoldaşlar. Döşəmə ustası işi var, ambar rəhbəri işi var yoldaşlar. Bir dəqiqə zəhmət olmasa, bu ambar rəhbəri. Bəli, sonra depo operatoru işi var, ambardar köməkçi işi var, fəhlə işi var Amper Elektrik şirkətində, Torna, CNC operatoru işi var STP Advanced Technology şirkətində, kasser işi var Levata qrupda, qaynaqçı işi var STP Advanced Technology-də, mühasib işlər var çoxlu yoldaşlar, Azrefdə var, Bakı Mühasibətlıq Assosiasiyasında var, sonra Viprodda var və s. Yəni 2000 manatlıq mühasib işi də var, 600 manatlıq da konsultant var bir şey üzrə. Sonra stratejik əməkdaşlıq belə deyim, menecer işi var, sonra IT işi var, sonra və başqa işlər var yoldaşlar. Onların hamısını sadalayıb sizin vaxtınızı almaq istəmirəm, həm də çünki çox insanın tələbatı olan işlər deyil. Yəni
digər sahələrdə hansı ki, ixtisas tələb eləyir. Yəni ciddi bir ixtisas tələb eləyir, ciddi bir bilik və bacarıq tələb eləyir. Həmin işlər də var. Sadəcə onları sadalamam artıq vaxt itkisi ola bilər digər izləyicilərim üçün. Ona görə sadalamıram. Amma belə, yəni ümumi olaraq işlər kifayət qədər işlər var. Az öncə sadaladığım və sadalamadığım işlər haqqında məlumat əldə etmək üçün. Həmçinin ümumiyyətlə, yəni iş axtarışınızda dəstək istəyirsinizsə, sizə özəl dəstək verə bilərəm. Özəl dəstəkdən də faydalanmaq üçün videonun qabağında dediyim kimi mənimlə əlaqəyə keçə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.